Havalar isinən kimi hər birimizin tez-tez hazırlayıb və bəhbəhlə nuş etdiyi Azərbaycan mətbəxinin ən dadlı ləzzətlərindən biri olan üç bacı dolmasının hazırlama qaydasını bugün sizinlə bölüşürəm. İlk olaraq biberi təmizləyirik. Biberin saplaq hissəsini gördüyünüz qaydada kəsərək içərisini təmizləyirəm. Siz papaq hissəni biberdən ayırdıqdan sonra da içərisini təmizləyə bilərsiniz. Ardından badımcanları təmizləyirik. Badımcanın saplağını təmizlədikdən sonra tam mərkəzi hissədən gördüyünüz qaydada kəsik atırıq. İndi badımcanda acılıq olmadığından acısını çıxarmağa ehtiyac yoxdur. Əgər dolmada pomidorun bişən zaman dağılmasını istəmirsinizsə, pomidoru saplaq hissədən deyil, baş hissədən gördüyünüz qaydada kəsərək içərisini təmizləyə bilərsiniz. Baş hissəyə nisbətən saplaq hissə bir qədər daha ətli olur, yəni bişən zaman pomidor dağılmır. Badımcanları qızartmaq üçün tavaya duru yağ əlavə edirəm. Yağ isindikdən sonra badımcanları tavada gördüyünüz qayda ilə qızardırıq. Digər tərəfdə isə 2 ədəd soğanı xırda-xırda doğrayırıq. Tavaya kərə yağı əlavə edirəm. Yağ əridikdən sonra üzərinə soğan və ət əlavə edib ikisini birlikdə yaxşı qovururuq. Mütəmadi qarışdırırıq, ət topaqlanıb bir yerdə qalmasın. Mən bugün yağlı mal ətindən istifadə etdim. Ət və soğan yetər qədər qovruldu və suyunu çəkdi. Üzərinə zövqə görə ədviyyatlar əlavə edirəm. Mən duz, qara istiot və sarı kökdən istifadə etdim. Siz sevdiyiniz ədviyyatlarla da əti ləzzətləndirə bilərsiniz. Göyərtilərdən keşniş, qara reyhan və yaşıl nanədən istifadə edirəm. Ət və soğan yetər qədər qovrulduqdan sonra üzərinə göyərtilər əlavə edib yenidən bir dəfə qarışdırıram. Sonda pomidorun içərisindən çıxardığım hissəni də xırda-xırda doğrayıb ətin üzərindən əlavə etdim, qarışdırıram. Pomidorun yumşayıb öz şirəsini salmasını gözləyirik. Pomidorun şirəsində də bir müddət əti qovurub ocaqdan alırıq. Artıq dolmanı hazırlaya bilərik. Əti hazırlayarkən duzdan istifadə etmişdim. Yeməyə tam verən duzlu deyib, yenə də tərəvəzlərə də azacıq da olsa duz əlavə etdim. Bəzi bölgələrdə üç bacı dolması hazırlayarkən tərkibinə noxud əlavə edənlər var, düyü də əlavə edənlər var. Siz necə hazırlayırsınız? Sizin fikrinizcə sadə, noxudla və ya düyü ilə hansı daha dadlıdır? Videonun şərh bölümündə fikrinizi bizimlə bölüşsəniz şad olarıq. İlk öncə badımcanın içərisinə ət əlavə edirəm. Hazırladıqdan sonra bişirəcəyim tavaya yığıram. Ardından pomidorun içərisinə əlavə edirəm. Boşluq buraxmıram. Tam ətlə doldurduqdan sonra qapağını bağlayıb tavaya yığıram. Ən sonda isə biberi hazırlayırıq. Onu da eyni qayda ilə tam dolduraraq gördüyünüz qaydada hazırladım. Üç bacı dolması bişməyə hazırdır. Ocağa alırıq. Üzərinə bir qaşıq kərə yağı əlavə edib tavanın qapağını bağlayaraq qısıq odda tərəvəzlərin suyunu salmasını gözləyirəm. Mən bugün dolmanı bişirən zaman bir qaşıq belə olsun əlavə sudan istifadə etmədim. Dolmanı bişirən zaman ocağı əsla gür etmək olmaz. O zaman dolma yana bilər. Qısıq odda gözlədik və budur artıq tərəvəzlər suyunu salmağa başlayıb. Biraz keçdikdən sonra yenə də baxırıq, gördüyünüz kimi yetər qədər tərəvəzlər suyunu salıbdır. Tavanın qapağını bağlayıb tam yeməyin bişməsini gözlədik. Budur artıq üç bacı dolması bişdi, hazırdır. Mənə elə gəlir ki, milli mətbəximizin ən dadlı, ən ləzzətli yeməklərindən biri olan üç bacı dolmasının dadını bilməyən azərbaycanlı yoxdur. Həqiqətən tərifə layiq, gözəl bir təamdır. Dəyərli izləyicilərim, belə dadlı, ləzzətli üç bacı dolmasını sizlər də hazırlayın, şirin ağızla nuş edin. Hələlik.